İnsanlar öz ehtiyaclarını, öz çətinliklərini xanla bölüşürdülər və o da kömək edirdi. Və əslən Əmircanlı olan kino rejissor Ələkbər Muradov onun həyatından bəhs edən bir film də çəkmişdi. Güllələnmə təxirə salınır. Fuad Poladov bu rolu o qədər inandırıcı oynamışdı ki, bəzi insanlar küçədə görüşərkən ona elə xan deyə müraciət edirdilər. Xüsusilə xanın milis rəisi ilə, öz köhnə tanışı ilə o görüş səhnəsi, o söhbət, o dialoq və bir kəlmə ilə həmin milis rəisini nə cür sındırması yəqin ki, xatirinizdədir. Söhbət o milis rəisinin adının Hacı Baba bunu elə tələffüz etmişdi ki, Fuad Poladov orada hər şeyə nöqtə qoyulmuşdu. Allah verdi, qol əməli oğlu. Heç yerdə işləmir. 4 sinif savadı var. 11 yaşından da qazamatlardan çıxmır. Dəstənin başçısı. Amma deyəsən öz ləqəbin yadından çıxıb. Ha? Ha? Hacı Baba. Sənin ləqəbin olanda mən balaca uşaq idim. Mənə oğurluğu sən öyrətmədin, ha? Yadından çıxıb? Xanın qəbrini göstərməkdə məqsədimiz onun gördüyü işləri təqdir etmək deyildi. Əlbəttə o çətin bir zamanda yaşamışdı və insanlara kömək edirdi, amma o qanun pozuntusuna yol verirdi müəyyən anlarda. Hər zaman qanuna hörmət eləmək hər bir vətəndaşın borcudur. Və düşünürəm ki, qanuni dövlətdə hər bir şeyi qanunlar həll etməlidir, insanlar yox.